diplom, bugünün diplomu Hüseyngilə gedir. Lənkərana gedir, Lənkərana salamlar. Evdə anam mənim xəbərimi gözləyir. İndi birazdan zəng eləyəcəm ki, bəs qalib mən oldum. Ananız görür ekrandan. Bəli. Anam hazırda görür. Nənəm də yeni qaldı. Siz gələnə kimi artıq Ləvəngili plov hazır olacaq. 100%. Mən hazırda, yəni bəlkə də ən xoşbəxt insanam ki, Lənkəranı təmsil edim. Yəni layiqincə Lənkəranı mən təmsil edə bildim. Ona görə də mən bunu tək eləmədim, yəni müəllimlərimlə birlikdə. Siz aparıcı olmalısınız. Mütləq şəkildə özdəki belə əyləncəli verilişləri falan. Bəlkə amma hansı peşəni seçəcəksiniz? Səmimi deyim, ağlımda peşə yoxdur. Bəlkə elə aparıcı olasınız. Bəlkə. Gələcəkdə də ictimai televiziyada işləyəsiniz. Ola bilər. Ola bilər. Niyə də yox? Niyə də yox, bəli. Bəlkə də estafeti sizə verəcəm. Əlaçı da, hə? Hüseyn Kazımov hal-hazırda liderdir. 12 doğru cavabı var Hüseynin. Beləliklə, Hüseyn Kazımov indi mövzunu seçəcək. Əslində ədədlər istəyirdim, amma Azərbaycan dili olsun. Azərbaycan dilini seçdiniz. 45 saniyəniz var, uğurlar sizə. Hansı nitq hissəsi əşyanın miqdarını bildirir? Say. Düzdür. 2 qrammatik əsası olan cümlə necə cümlə sayılır? Mürəkkəb. Düzdür. Amirane sözündə neçə uzun saat var? 2. Düzdür. Qarışdırmaq sözü sadə sözdür yoxsa düzəltmə? Düzəltmə. Düzdür. Söz düzəldici şəkilçilərin digər adı nədir? Leksik. Düzdür. İnişib sözü hansı nitq hissəsidir? Zərf. Düzdür. Yazılmış ərsələr birləşməsində feil hansı qrammatik məna növündədir? Məchul. Düzdür. Ağlını itirmə birləşməsində itirmə sözü hansı mənada işlənmişdir? Məcazi. Düzdür. Pozarmaq sözü hansı nitq hissəsindən düzəlib? Sifət. Düzdür. Bütünlük ismi hansı nitq hissəsindən yaranıb? Sifət. Xeyr, əvəzlikdən şəxsi cümlələrin xəbəri neçənci şəxsdə olur? Düzdür. Vüqarda sözündə vurğu neçənci hecadadır? 2. Düzdür. Həmciz üzvlər arasında hansı sintaktik əlaqə? Tabesizlik əlaqəsi. Düzdür. Sizin 12 doğru cavabınız oldu. Qəşəng nəticədir. Babanız sevinir. Bütün doğmalar sevinir. İndi